Mən eşitmişəm bu təcrübə var. Cinsi azlıq adı ilə. Baxırsan insan cinsi azlıqlardan deyil ha. Sadəcə mən o dövlətlərə sığınmaq üçün razıdır ki, qoy mən cinsi azlıq adı ilə gedim. Və ya hansısa qadağan olunmuş maddələrdən asılı birisi kimi gedir özünü qeydiyyata alır. Burada hansısa bir dini dəyərlərə toxunum. Qoy ki, bir-iki nəfər mənim üstümə acıqlansın, gedim onları skrin edim və gedim müəyyən dairələrə verim ki, məni burada sıxırlar. Hətta bundan daha betərləri var. Öz xanımını xarici vətəndaşla nikahlayır. Özünü də başqa nikahlayır ki, mən vətəndaşlıq alım. Bilirsiniz, öz hədəfimə çatım deyə mən hər bir yaramazlığı edim, təki müəyyən şeylərə çatım. Siffin döyüşüdür. Muaviyyə, İmam Əli əleyhissalamın və onun qoşununun məğlubiyyətini təmin etmək üçün hər bir rəzil və alçaq işlərə əməl edir ki, onlardan biri suyu İmam Əli və qoşununun üzünə bağlamaq idi. Nə qədər elədilər, su vermədilər onlara. İmam Əlinin qoşunu getdilər, yəni suya mühafizə edənləri qovdular oradan, aldılar suyun nəzarətini öz əllərinə keçirdilər. Və təklif elədilər İmam Əliyə ki, bunlar belə ediblər, biz də bunlara su verməyəcəyik. İmam Əli bunlara qarşı çıxdı. Dedi, yox, belə bir şey olmaz. Necə yəni, ya Əmir əl-Möminin, axı onlar imkan vermədilər, su bizə vermədilər. Yox, İmam Əli əleyhissalam dedi, yox, olmaz. Yəni, bu düzgün deyil. Mən hədəfimə çatım deyə, mən hər bir yaramazlıqları edeyim. Yox, niyə? Çünki mənim hədəfim Allahdır. Allah gözəldir və yalnız gözəllikləri sevər. Allah heç bir yerdə deməyib ki, mənim məqsədimə doğru iş görürsənsə, hədəfim mənəmsə, bütün yaramaz işlərdən istifadə edə bilərsən. Yox, bəzən sənin edə biləcəyin şey imtinadır. İndi o Skandinaviya ölkələrindən söz düşmüş. Statistika var ki, ən çox intihar edilən yerlərdən biri də oralardır. İnsanın hər bir şəraiti var. Hər bir şərait. Amma iç boşdur, daxil boşdur. Xüsusilə bəzi yerlərdə ailə dəyərləri dağıdılıb. Bəzi yerlərdə valideyn övlad dəyərləri dağıdılıb. Bəzi yerlərdə vətən dəyərləri dağıdılıb. İnsanlara xidmət dağıdılıb. Orada artıq sən qocaldın, əksəriyyət səni deyir ki, dövlət hər bir şərait yaradıb. Qocalar evinə. Sənin valideyn qarşısında heç bir öhdəliyin yoxdur ki. Dövlət baxacaq, onun qayğısına qalacaq, yeməyə. Səndən daha yaxşı baxacaq. İslam mənə deyir ki, sən deyirsən, mən zəngin adama pulum var. Xadim xidmətçi tapım, anama atama baxsın. Ona da yoxdur. Deyirsən, bu işdə özün iştirak eləməlisən. Özün iştirak eləməlisən. Sən qaça bilməzsən məsuliyyətdən. Yox. Quran Allaha itaətdən sonra valideynlərdən söz açır. Necə ki, onlar mənə kiçikliyimdə tərbiyə veriblər, sən də onlara rəhmət elə. Bağışla onlara. Deyir, onlara uf belə demə, uf belə demə.